Ay bacı, başını paltarlayan maşında yumsan, yoxsa nətəridir? Bunu da görək, biz də bilək. Bunu paltarlayan maşında yumsan, neynəmsən, bunu nətər yumsan ki, bu saçın altında bir yekə yumaq, yun yumağı. Girib saç bir-birinə. İnanırsınız, bəlkə deyim sizə 20 dəqiqə saçının açılmağıyla bağlı bir saçı darayıb sonra işləm eləmişik. Ay qurban olum, salona gəlirsiniz, bir başınızı gözünüzü darayın. Bir saçınızı paretkaya salın. Demirəm, yuyun saçınızı. Yumağa ehtiyac yoxdur. Heç olmasa saçınızı darayın, bir dolaşığı geçsin də saçın. Gəlirlər başlarını elə bir ki, paltar yuyan maşında yuyublar. Ay bacı, bir başını dara da. Yumusan, yaxşı başa düşdük. Bir başını dara da, saçını dara. Dara bizə, ya 20 dəqiqə biz sənin saçının daranmağından bağlı, dolaşığın aşmağından bağlı orada uğraşmayaq. İnan Allaha, boyunun dalından bir yekə, elə bir ki, yun yumağı kimi saç girib bir-birinə. Düz inandırım sizə ki, 20 dəqiqə saç darama mərasimi idi. Xanımın saçlarını da ambre elədik, görün nə gözəlində bir işləm ortalığa çıxartdıq və saçlarına gözəl bir kəsim və gözəl bir rəng, gözəl bir ukladka. Necə alınıbsa, xahiş edirəm videomuzun altından bol-bol komment yazın.